Bizim məqsədimiz bizim təqaüdün 10 nəfərə çatması deyil əslində təkcə. Bizim məqsədimiz həm də ümumiyyətlə təqaüd sayının çoxalmağıdır. Vətən müharibəsi hər birimizin qəlbində həm izlər buraxdı, həm ailə üzvlərimizi itirdi, bəzilərimiz dostlarımızı itirdi və bizim üçün də əslində çətin bir periyod idi. Mən həmin zaman Azərbaycanda olsam da Məhəmməd Əlinin digər dostları, ortaq dostlarımız həmin anda Avropadaydılar biz bu xəbəri eşidəndə və biz hər gün düşünürdük ki, xüsusilə Avropada yaşayan dostlar da hər zaman düşünürdük ki, biz nə edə bilərik? Həm Məhəmməd Əlinin ailəsi üçün, həm də ümumiyyətlə xalq üçün də əlbəttə eyni zamanda nə eləmək olar? Çünki orada yaşayan insanların özlərinin çoxu da həmin Avropaya gedib eyni prosesi, eyni çətin prosesi keçərək bəziləri sırf öz hesablarını təhsil almış insanlardır. Və Məhəmməd Əlinin şəhid xəbəri gələndən sonra dostlarımızdan biri belə bir təklif elədi ki, biz belə bir şey eləyə bilərik. Bir təqaüd yaradaq, çünki biz öz Avropaya gəlməyin çətinliklərini də görmüşük və Məhəmməd Əlinin də adını hər hansı bir cür yaşatmalıyıq mümkün qədər və bu yaşatmağımız da həm ideoloji olmalıdır, həm də digər Azərbaycanlılara çünki Məhəmməd Əli Azərbaycan uğrunda öz canını fəda eləmişdi və biz də bunun uğrunda Azərbaycanlılar üçün xaricə oxumağa gələn tələbələr üçün bir təqaüd proqramı yaratmalıyıq. Əslində buna əsas səbəblərdən biri də həmin o boşluqlar idi ki, biz görürdük ki, xaricdə oxumağa gələn Azərbaycanlılar daha çox xarici ölkələrdən, xarici ölkələr tərəfindən təşkil olunan təqaüd proqramlarına müraciət edirlər, amma Azərbaycanın sırf özündə bu kimi təqaüd proqramları azdır. Və ideya da belə gəldi ki, biz belə bir təqaüd proqramı yaradaq. Biz əslində regiondakı digər ölkələrə və yaxud ümumiyyətlə dünya ölkələrinə baxsaq, orada görürük ki, həmin ölkələrdə təkcə dövlət tərəfindən və yaxud beynəlxalq qurumlar tərəfindən verilən yox, həm də maarifləndirici insanlar, biznesmenlər tərəfindən verilən bir çox təqaüd var və bunların çoxu da publikdir. Yəni insanlar bunu sosial mediadan görərək müraciət edə bilərlər və proses də əlbəttə ki, nisbətən daha rahat olur. Azərbaycanda isə xaricdə oxumağa gələn tələbələr üçün bir çox imkanlar var. Əlbəttə ki, onlar universitetlərin daxili təqaüdlərinə müraciət edə bilərlər, onlar Vişeqrad kimi beynəlxalq təqaüd proqramlarına müraciət edə bilərlər və yaxud dövlət proqramı ilə gedə bilərlər eyni zamanda. Amma bütün bunlara da bir alternativ lazımdır, düzdür? Çünki dövlət proqramına qəbul olmaq da kifayət qədər çətindir. Vişeqrad dövlət proqramında artıq tələbələri belə deyək, kifayət qədər az tələbə seçir Azərbaycandan, kvota həddindən artıq azdır. Və biz də belə qərara gəldik ki, biz də bir alternativ yarada bilərik bu tərzdə. Həm Məhəmməd Əlinin adını yaşatmış olarıq, həm də prosesdə, həm də öz kriteriyalarımızı da gətirmiş olarıq prosesə. Məhz buna görə də qərara gəldik ki, belə bir iş görək, məhz bu boşluqları doldura bilmək üçün. Çünki bizim əslində ölkədə digər biznesmenlər də bəzən xəbərlərdə yayılır, təqaüd verirlər. Amma məsəl üçün bunlar publik deyil, insanlar ona necə müraciət edəcəyini bilmirlər və bu da bir sıra problemlərə yol açır. Biz ona görə çalışırıq ki, hər zaman publik qalaq və bütün müraciətçilər hər zaman linkə daxil olaraq müraciət edə bilərlər və ümumiyyətlə prosesi hər bir halda həm maliyyə tərəfini, həm də müraciət tərəfini şəffaf tutmağa çalışırıq. Təqaüd Vişeqrad və Baltikyanı ölkələrə gələn Azərbaycanlı tələbələr üçün nəzərdə tutulub. Onlar məcburi formada Azərbaycan vətəndaşı olmaq məcburiyyətində deyillər. Bizim üçün əsas kriteriyalar əlbəttə ki, birinci məsələ həmin şəxsin bu maddiyyata, bu təqaüdə nə qədər ehtiyacı var. Çünki əgər əlbəttə bilirsiniz, bir nəfər Avropada işləyir və müəyyən qədər özünü dolandıra biləcək səviyyədə bir maaş alırsa, bu halda bizim ona təqaüd verməyimiz düzgün olmaz deməyək, haqqı ola bilər, amma hər bir halda digər ehtiyacı olan şəxslər kənarda qalmış olur bu halda. İkinci məsələlərdən biri isə əlbəttə həmin şəxsin
Məsələn, bakalavr dövrü ərzində və yaxud bakalavrdan əvvəl də ola bilər, nə ilə məşğul olduğudur, hansı proqramlarda iştirak edib, özünü inkişaf elətdirmək üçün nələr edib, hansı təcrübə proqramlarına qoşulub və yaxud öz sahəsi üzrə ümumiyyətlə kitablar oxuyubmu və yaxud özünün hər hansı bir təşəbbüsü olubmu, məsəl üçün ölkə daxilində. Bu hər hansı bir xeyriyyəçilik təşəbbüsü ola bilər, bu hər hansı maarifləndirmə təşəbbüsü ola bilər, öz sahələri üzrə hər hansı maraqlı bir təşəbbüs ola bilər. Bu kimi kriteriya da çox önəmlidir. Ən önəmli kriteriyalardan biri də bizim üçün ən önəmli olan kriteriyalardan biri də həmin sahədə şəxsin öz biliyinin nə dərəcədə olmasıdır. Çünki Avropada bir çox universitet var. Düzdür? Bir çox universitet var və demək olar ki, Avropadan qəbul almaq, ümumiyyətlə bu anlayışa gəlmək, bu anlayışa nail olmaq çox da çətin deyil. Amma Avropada yaxşı universitetlərdən qəbul almaq və Avropada prestijli universitetlərdən qəbul almaq bu artıq bir qədər çətindir. Çünki bunun üçün sizin savadınız olmalıdır, öz sahənizdə biliyiniz olmalıdır, o sahə üzrə kitab oxumalısınız və yaxud kimsə aid sahəsi üzrə sizə kod yazmalıdır, proqramları bilməlidir və əslində çox gözəl məqamlardan biri odur ki, bizim də təqaüdün köhnə qaliblərindən artıq bizim müsahibələrə, keçirdiyimiz müsahibələrə qatılanlar olur. Çünki komandamız kifayət qədər dardır və bizim hər bir sahədən olan üzvümüz yoxdur təəssüf ki. Və həmin müraciətçilərin də biliklərini yoxlamaq üçün artıq özlərinin hətta təşəbbüsü ilə, bəzən bizim də xahişimizdən qatılaraq, misal üçün IT sahəsi üzrə olan, gəlib IT sahəsi üzrə müraciət eləyən və Avropada oxuyacaq şəxsin artıq biliklərini yoxlaya bilir ki, bu da əslində multiplikativ effektini göstərir təqaüdün. Əvvəllər təqaüd qazanırlar, indi ianəçi olurlar, indi artıq bizə kömək edirlər və bizim də əslində ideyamız budur. Bu ölkə daxilində ola bilər və ölkə xaricində ola bilər. Ölkə daxilində belə bir neçə proqramlar olub və hətta ölkə xaricində də olub. Topçuşov proqramı olub, Polad Həşimov adına bir ara proqram var idi. Ümumiyyətlə universitetlərin təqaüdləri var. Ondan əlavə bir sıra kompaniyalar, onlar da bəzən təqaüd proqramı elan edirlər və 1 il ərzində, 2 il ərzində təqaüd verirlər və yaxud təhsil haqqlarını ödəyirlər. Ölkə daxilində bəzi bu kimi və digər təqaüd proqramları mövcuddur. Sadəcə xarici ölkəyə gedən insanların müraciət eləmək üçün imkanları və resursları, eyni zamanda da seçimləri çox azdır. Əslində biz istəyərdik ki, bizim əsl məqsədlərimizdən biri də budur ki, biz gələcək illərdə, hal-hazırda bu il üçün 3 nəfərə təqaüd veririk. Biz əslində belə düşünürük ki, 10 il sonra məsəl üçün bir 15 nəfərə təqaüd verə bilərik, 20 nəfərə təqaüd verək. Təqaüdün ümumiyyətlə məbləğini artıra bilək. Bu da çox önəmlidir. Və təkcə Məhəmməd Əlinin adına və yaxud kiminsə adına olmağa ehtiyacı yoxdur təqaüd proqramlarının. Əgər kimsə biznesmenlərinə təşəbbüs göstərsə və yaxud hər hansı bir şəhid ailəsinin adına və yaxud elə ümumiyyətlə simvolik bir ad seçərək bu proqramları açsa, digər insanların da şansları çoxalır. Çünki təsəvvür eləyin, bizim hal-hazırda təqaüd vermək üçün 3 nəfərə təqaüd verə bilirik, düzdür? Məsələn, başqa biri də eyni təşəbbüslə çıxış eləsə və bir təqaüd proqramı da yaratsa, həmin adamda məsələn deyək bir 3 və 5 nəfərə təqaüd verə biləcək. Bu halda nə gözəl, artıq 8 nəfərin imkanı olacaq ki, Avropaya gedəndə nisbətən də olsa öz maliyyə imkanlarını qarşılamaq üçün təqaüdü qazanmaq şansı olsun. Amma bu təşəbbüslər az olduğu halda, bu halda artıq müraciətçilərin həm şansı azalır, həm də ümumiyyətlə seçim imkanları demək olar ki, olmur. Yəni buna görə də alternativlərin olması, digər bu kimi təşəbbüslərin olması və xalqımız üçün, həm də xaricdə gedənlər üçün çox önəmlidir. Onu da düşünərək ki, xaricə getmək mərhələsində belə, ilkin mərhələlərdə belə həmin şəxsə kifayət qədər maliyyə vəsaiti xərcləyirlər və onlar Avropaya çatanda həqiqətən onların köməyə ehtiyacı olur. Çünki bilirsiniz, universitet öz daxili təqaüdlərini hər kəsə vermir, kifayət qədər dar bir çevrə var, digər təqaüdlərin çevrəsi kifayət qədər dardır, kvotalar dardır, ona görə də bu kimi alternativlər hər zaman olmalıdır.
Əslində bunu burdan da izləyicilərə də çatdırmaq olar. Bizim artıq yaxın ayların birində, yəni keçmiş ayların birində Coffee Al üzərindən Məmməd Əli İbrahimlinin bir profilində yaratdı. Mən hər zaman dəvət eləyirəm biznesmenləri. Biz kifayət qədər publik, hər şey şəffaf formada, sosial mediada da paylaşırıq. Əlbəttə bir biznesmen üçün və yaxud adi dövlət işində işləyən bir şəxs üçün də ola bilər. Hər bir halda gördüyü zaman iyanə eləmək əlbəttə ki, bizim üçün xoş olar ki, biz gələcəkdə bunu daha çox insana çatdıra bilək. Və yaxud bayaq dediyim kimi, həmin biznesmenlər özləri də yeni bir təqaüd də yarada bilərlər. Bizim məqsədimiz bizim təqaüdün 10 nəfərə çatması deyil əslində təkcə. Bizim məqsədimiz həm də ümumiyyətlə təqaüd sayının çoxalmağıdır. Bu başqa formada da ola bilər. Bu təkcə bizə yox, məsəl üçün təklif kimi gələ bilər ki, bir nəfər də əlavə götürün, önümüzdəki il ərzində biz ona yardım eləyəcəyik. Bu formada da ola bilər. Yəni məqsədimiz daha böyükdür əslində. Məhəmməd Əlinin də idealları əslində daha böyük idi. O fərdi olaraq təkcə yox, öz xalqı üçün çalışırdı və bizim də əslində təqaüddə məqsədimiz budur ki, xalqımız bundan faydalansın. Bizim hal-hazırda 3 nəfərə təqaüd veririk və komandamız kifayət qədər dardır, belə deyək. Genişlənə bilirik, lazım olanda müsahibə mərhələsində keçmiş qaliblərimizi çağıra bilirik və yaxud digər dostlarımıza müraciət eləyərək onların da iştirakını təmin edə bilirik. Amma əlbəttə hər bir halda təqaüd məsələsində ən önəmli məsələlərdən biri də əlbəttə ki, maddi vəsaitdir. Və təqaüdün həm davamlı olması üçün, davamlı olması da bizə bəs eləmir, həm də gedərək inkişaf eləməsi üçün, təqaüd verdiyimiz şəxslərin sayının artması üçün artıq ictimaiyyətdən bu kimi təqaüdlərə, təkcə Məmməd Əli İbrahim təqaüdünə yox, digər təqaüdlərə də dəstək lazımdır. Əslində biz bu proqramı yaradanda bizim məqsədlərimizdən də biri o idi ki, bizim ölkədə çünki 19-cu əsrdə, 20-ci əsrdə, ümumiyyətlə ondan əvvəl də hər zaman qonaqpərvərlik, yardımlaşma, bu kimi ənənələr çox güclü olub. Və biz inanırıq ki, həqiqətən indi də bu ənənələr güclüdür. Sadəcə bu güclülüyü biraz göstərmək lazımdır, ortaya çıxartmaq lazımdır. Biz təqaüd proqramı həm də bu minvalda görürük əslində. Düşünürük ki, təqaüd proqramına iyanələrlə, yardımlaşma işinə kömək etmiş olarıq. Həm də xalqımız arasında maarifləndirmə, bir-birinə kömək etmə. Yadınızdadır da, əsrin əvvəllərində Tağıyevin, Nağıyevin və digərlərinin xalqımız üçün etdiklərini biz bu gün də şəhərin mərkəzində də görə bilirik. Kimlərsə təqaüd verilib, həmin insanlar ondan sonra ictimai xadim də olublar və ölkəmizə başqa formada da dəstək göstərə bilər. Əslində bizim məqsədimiz də budur. Bizim məqsədimiz də budur ki, həmin Avropaya gedib təhsil alan gənclər, əlbəttə ən yaxşı halda Azərbaycana qayıdaraq, digər hallarda isə Avropada yaşayaraq, yenə də Azərbaycan üçün çalışaraq bir fayda verməyə səy göstərməsidir. Xaricdə təhsil almaq üçün bir çox maneələr var. Ən birincisi bunlardan əlbəttə viza məsələləridir. Kifayət qədər çətin məsələdir və ölkədən ölkəyə həqiqətən dəyişir. Buna görə məsəl üçün bir çox hallarda İtaliyada bəzən təqaüd viza məsələlərində problem olurdu və yaxud məsəl üçün mənim təhsil aldığım ölkədə Çexiyada mənim üçün əslində kifayət qədər rahat oldu. Yəni ölkədən ölkəyə dəyişə bilər, zamandan zamana dəyişə bilər bəzən və burada digər problem də var. Siz Avropaya gedəndə hansı ölkədə və hansı universitetdə oxumaq istədiyiniz çox önəmlidir. Əgər siz məsələn Amerikada və yaxud ümumiyyətlə Avropada Birləşmiş Krallığa getmək istəsəniz, orada əlbəttə bir çox universitetlər pulludur və kommersiya məqsədlidir, həm də universitetlərin bir hissəsi. Amma hər bir halda hər yerdən təqaüd qazanmaq şansınız var. Sadəcə bəzi ölkələrdə bu azdır. Mən öz universitetimdən deyə bilərəm, bizdə təqaüd qazanma şansı iki cür idi. Bir Newcomer Scholarship ki, kvota yenə çox azdır, cəmi 10 nəfərdir və universitetdə təxminən 10.000 nəfərdən çox tələbə var. Onların da çox yüksək faizi xarici tələbələrdir və onlar əlbəttə hər biri müraciət edirlər. Şans çox azdır.
Viseqrad təqaüdü var, müraciət edə biləcəyimiz. Bu təqaüddə də kifayət qədər şanslar azdır, çünki kvota dardır. Yəni bu kimi problemlər də olur. Deyək ki, universiteti yaxşı tapdınız, artıq maliyyə problemləri ortaya girir. Bəzi ölkələrin misal üçün işləmək üçün limitlər də var. Bəzi ölkələr 4 saat işləməyə icazə verir, bəzi ölkələr ümumiyyətlə işləməyə icazə vermir təhsil aldığınız müddətdə. Bəzi ölkələr isə normal 8 saat işləməyinizə icazə verir, amma məsələn bəzi şərtlərlə. Bu sizin təhsilinizi pozmamalıdır, təhsilinizdə iştirak etməlisiniz dərslərdə. Bu kimi şərtlərlə. Yəni bir Azərbaycanlı viza prosesini keçib ora gedəndə orada artıq maddi problemlərdən əlavə həm də adaptasiya problemləri başlayır. Çünki fərqli mühitdir, çölə çıxırsınız, insanlar fərqli dildə danışır, bu sizə fərqli gəlir. Mədəniyyət müəyyən mənada bir sıra hallarda fərqli ola bilir. Və bizim üçün əslində önəmli məsələlərdən biri də mən düşünürəm ki, təqaüddə də biz çox dost qazanmışıq bu mənada. Həm də dostları uzaqda olur insanların. Bu da çox önəmlidir. Çünki çox xoş məqamlardan biri idi ki, bizim Baltikyanı ölkələrdə yaşayan bir neçə təqaüdçümüz, misal üçün, həmin il görüşüb bayramı bir yerdə keçirdilər, Novruz bayramını. Yeni ildə səhv eləmirəmsə, yeni il qabağı da görüşmüşdülər. Ki, əslində bizim istədiklərimizdən biri də budur ki, xaricdə yaşayan Azərbaycanlıları da müəyyən mənada birləşdirə bilək, düzdür? Çünki əks halda böyük ehtimalla hər iki tərəf evdə yalnız formada o bayramı keçirdəcəkdi. Əlbəttə bunu da heç kim istəməz. Bayramlaşma olduqca, dostlaşma və görüşmə olduqca adamın bayrama istəyi, bayramı ümumiyyətlə gələcəkdə qoruma instinkti və digər məsələlər də artır. Yəni bu kimi alternativ faydaları da olur təqaüdün. Amma ümumilikdə digər məsələyə qayıtdıqda biz çalışırıq ki, mümkün qədər hər bir hissəsinə toxuna bilək həmin çətinliklərin. Maddi hissəsinə təqaüd verərək, əlbəttə ki, mənəvi hissəsinə artıq biz özümüz görüşlər keçirərək və yaxud onların yaşadığı şəhərə gedəndə biz özümüz onlarla görüşərək, söhbət eləyərək. Bundan əlavə işlə bağlı bizim təqaüd proqramının daxilində karyera planlaması üçün təlimlər də verilir. Yəni təqaüdçülərimiz bundan da istifadə edə bilərlər hər zaman. Bu günə qədər 2 və yaxud 3 ilində biz bu təlimləri artıq həyata keçirmişik. Yəni biz çalışırıq ki, hər bir halda həmin şəxslərə fayda verə bilək. Əlavə olaraq da bizdə məsəl üçün Azərbaycan dili kursları da var. Kimsə qoşulmaq istəsə təqaüdçülərimizdən əlbəttə hər bir zaman o məsələdə də dəstək göstərə bilirik bizə müraciət daxil olduğu müddətcə. Yəni görürsüz, bu biraz çalışırıq ki, şaxələndirək. Əslində çox gözəl bir xəbər də oldu. Bir müddət artıq təqaüdü bir müddət verəndən sonra bizə belə bir xəbər gəldi ki, Bakıdakı Məhəmməd Əlinin dostları artıq onlar da başqa bir təşəbbüs göstərirlər. Artıq bu bayaq dediyim kimi multiplikativ effekt daşıyır. Onlar da bir inkişaf proqramı yaratdılar Məhəmməd Əli İbrahimli adına və hər il 23 nəfər seçərək simvolik olaraq ölkənin müxtəlif universitetlərində oxuyan və parlaq gənclərini yığaraq onlara təlimlər verirlər, öz sahələrində mentorluq təklif edirlər. Və görürsüz, yəni gələcəkdə bunları inkişaf elətdirmək də olar və bizim də görmək istədiyimiz, Azərbaycanda görmək istədiyimiz odur ki, ümumiyyətlə biznesmenlər, digər ümumiyyətlə sadə vətəndaşlar da ola bilər bu. Onların da bu prosesə qoşulmaqdır. Ya fərdi şəkildə özləri bir təqaüd yaradaraq və yaxud ümumiyyətlə mövcud olan təqaüdlərə dəstək olaraq. Bunun üçün də hər zaman Kofal üzərindən və yaxud bizim sosial media üzərindən bizlə əlaqəyə keçərək dəstək göstərə bilərlər. Thank you.